Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. Məhz 8-ci sezonda 4-1-in cavab oyununda bir yerdəyik. Bu görüşdə Mərdəkan və Polestar kollektivləri üzrədir. Bu komandalar 4-1-in ilk oyununda üzə gəlmişlər və Mərdəkan komandası geridə olduğumazsa comeback edərək 6-5 hesabı ilə Polestar məğlub etmişdi. Və bu görüşdə Polestar bu minimum fərqi qapatacaq. Yarın finala növbəti mərhələ vəsqə qazanan tərəf olacaq, yoxsa Mərdəkan kollektiv üstünlüyünü artırmağa davam edəcək. Kapitanlar referi ədaləti qoruyacaq Fəqan Kərimovun yanında bir tərəfdən Nicat Bəkirov, digər tərəfdə Fəridi Beybutov. Hazırda artıq görüşdən öncə start heyətlər də nəzərinizə çatdıra bilərik. Hansı ki, göstərdiyim Mərdəkan kollektivinin start heyəti bu görüşdə belədir. Qapıda Orxan Əliyev. Müdafiə olaraq Şəhriyar Zamanovla Asiman Əsəszadə. Mərkəzlər zaman olduğu kimi Fəridi Beybutov kapitan. Hücum olaraq isə biz Talib Cabbarov və Saşa Mehdiyev izləyəcəyik. Digər tərəfdə Polestar heyətində qapıda Elvin Əşimov. Müdafiə olaraq Bəhruz Əzizovla Cavidan Eydullayev. Mərkəzdə kapitan Nicat Bəkirov da izləyə bilir. Həmçinin hücumda da Nicat izləmək olar. Həsən Quliyevi gördüm. Daha çox qurucu mərkəzdə playmaker kimi çıxış edir. Hücumda isə Saval Abbasov bu arada startı gəldi, görüş artıq başladı. Bir daha iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Bir daha xatırladım ki, bu görüş məhz Xəzər Futbol Liqasının 8-ci sezonun 4-1-in cavab oyunudur. İlk oyunda meydanın sol tərəfdə ağ formada çıxış edən Mərdəkan kollektivi 6-5 hesab ilə qələbə qazanmışdı Polestara qarşı. Yeni gələn hər birisi xoş gəlmişsiniz. Hər birinizi salamlayıram. Arada da ekran bəyənə zəhmət olmasa suallarınız olduqca da yazın. Fərid Beybutov bir qədər rəllədi və Asiman oynadı. Orxan Əliyev yaxşı gördü Fəridi. Son müdaxilə Bəhruz Əzizov orada Elvin topu çatmaq istəyirdi, amma alınmadı. Belə görüşlərdə hər zaman ilk dəqiqələr kəşfiyyat xarakterli keçir. Bu bir mənalıdır. Komandalı bir-birlərini analiz etməyə çalışırlar. Daha çox risksiz oynamağa cəhd edirlər. Amma bir gol oyunun seyrini dəyişəcək. Fəridi Beybutov diaqonal ötürmə yaxşı aldı. Şəhriyar Zamanov zərbə. Çinin bu zərbədən Savayı ötürmə xarakterini daşıyırdı orada. Saşa Mehdiyev ötürmə gözlüyürdü ilk əmlə. Məsələ biz Mərdəkan adına izlədik. Polestar adına isə onun öncəki epizoda Saval Abbasovun başla zərbəsi vardı. Orxan dəf etməyə bacarmışdı. Asiman Əsəszadə, Orxan Əliyev. Asiman bir qədər ayaq saxladı. Bəkirovun təzyiqi var. Taban ötürməsi yaxşı alındı Fəridi Beybutov. Zərbə cəhət orada Bəhruz zərbəni qarşısını kəsmişdi. Talib Cabbarov. Talib sağ ayaqla zərbə. Son müdaxilə Savalandan. Görünür ki, Polestar kollektivi daha çox müdafiə, kontratak və əks hücum oynayacaq. En azından ötən dəqiqələr bunun müjdəsini verir bizə. Mərdəkan komandası isə təzyiqi artırmaq istəyir. Təbii ki, onu qeyd edim ki, ilk görüşdə Mərdəkan komandası 6-5 hesab ilə qələbə qazansa da Polestar önündə, həmin görüşdə Polestarın üstünlüyü var idi və geri dönüş etdi Mərdəkan komandası. Polestar üstünlüyünü qoruya bilməmişdir. Burada Saşa Mehdiyev mübarizə aparır. Fəridi Beybutov taban ötürməsi Saşa. Taban nəzarət edir Mərdəkan kollektivi. Asiman Əsəszadə. Asiman bir qədər ayaq saxladı. Yəni bağlı deyə geri qayıtmaq məcburiyyətində qalır. Bir daha xatırladıram. Bugün bir-birindən maraqlı 3 görüş var. Hansı ki, bugün ilk qarşılaşmasıdır. Bundan savayı isə 2 qarşılaşma var. Bizə 4-1-in cavab oyununda gözləyən. Maştaqa Zaqulba City və Şimal Qreys Porta Baku arasında da görüşlər var. Həsən Quliyevin zərbəsi Orxan etməyə bacarır. Qarışarıq. Bəyənəyə də zəhmət olmaz. 10.000 edək. Gözəl rəylər üçün də minnətdaram. Ekran bəyənək paylaşaq. Yayım aşağı düşür. 300 nəfərdir. İmkan verməyə bu arada Bəhruz Əzizovun zərbəsi.
Qapı tirinə dəydi. Çox təhlükəli oldu. O qapıcı inamsız oynadı. Topu buraxdı. Az qalsın. Baxımda bir gol gələcəkdi Bəhruz Əzizovdan. Minnətdaram ekran beyinə. Artıq 3200 olmuşuq. Fatih üçün təşəkkür. 10-ca minədə dayanaq. Hücum polislərin heyətində Fərux Dədəcanov yoxdur. Məsələ Eydullayev mövqe olaraq onun əvəzinə çıxış edir. Eydullayev hər zaman biz onu mövqe olaraq hücumda izləmişik. Amma bugün bir daha xatalı Fərux Dədəcanovun yoxluğunda. Fərux isə ötən oyun qırmızı vərəqə görmüşdü. Ona görə. Texniki zonda polislər adına Ceyhun Abdullayev, Raziyev, Məhəmməd Qalayev komandanın digər sabiq qalkiperi və bir də Natiq Əhədov. Digər tərəfdə isə Məhməd Əsənov, Mərdəkan digər qapıcısı, onun yanında Murad Əliyev və Uğur Məmmədov. Təbii ki, əvəz etmələri dəyişikliklər başlayacaq. Bunda nəzərinizə çatdıracağam. Bir qədər oyuna qaydaq Elvin Əşimov. Düşüncə yaxşı ötürmə. Alınmadı. Burada Sənquliyevi düşünmüşdüm. Həmçinin polislər adına bugün gözümə deyən sistematik bir dəyişiklik var. Bəkirov hücumda deyil də. Qurucu kimi çıxış edir. Əslində hücumda. Elmon Məsimov komandanın baş məşqçisi bugün maraqlı seçimlə yadda qalıb. Görüş. Artıq 7 dəqiqəni geriyə qoymuşuq və 0-0'lıq bərabərlik var. Qolsuz bərabərlik davam edir. Elə ki, komandaların həmlələri olsa da hesab açılmıyor. İndi Fərdi Beybudov son müdaxilə. Bəkirovdan odur ki, korner olmalıdır. Üçüncüdən zərbə yerinə yetiriləcək. Fərdi Beybudov. Cərmə vidasının dəvərdə 2 komanda yoldaşı var idi. Dalıb Cabbarov. 6700, 10.000 edri dayanırıq, zəhmət olmasa. Diagonal ötürmək. Hücumun səmtini dəyişdilər. Beybutov bir ara ötürməsi. Saşa zərbə. Alınmır orada. Dalıb Cabbarov zərbə indirmək istəyirdi. Ona imkan vermədilər. Sən rəqiblə mübarizə yapar. Oyundakı ən real gol epizodlarından biri. Bəlkə də elə. Birincisi bu epizodu adlandırmaq olar. İndi əksəmlə, əksizum şansı ola bilər. Sənquliyev mərkəz xəttini keçir. Orada Büdrədi top ayağının altında qaldı. Zənimizə qayda pozulmamışdı. Əzən yerdə qaldığı üçün Fəqan Kərimov görüşü saxlayır. Rəqibsə topu meydandan çıxardı. Əzən, yaxşı görünür, ayağa qalxır. Saval Abbasov isə terpili edərək topu rəqiblərinə geri göndərdi. Asiman Əsəsadə. Orxanı Qatdəmliyev, Orxan Əliyev. Təzyiq var. Yüksəli qazandırdı Saşa Eydullayev yaxşı oynadı. Sənquliyev. Sən çevirmək istəyir. Orada Fərdi Beybudovla mübarizə var. Topu meydanda saxlama mümkün olmadı. Beybudov. Asiman Əsəsadə cərmə meydançası daxilində Saşa vardı. Talıbı düşündü Beybudov. Onun seçimi kapitanın. Seçimlə yanılacaq Beybudov. Hələ də topladı. 2 nəfərin əhatəsindən topu çıxarmağa bacardı. Dalıb Beybudovu topla qovuşturdu. Qapı qarşısını ötürmək Eydullayev. Qapısını sığortaladı. Keçid vermində əksəmlə də ola bilər. Üçüncü yaxalayıblar rəqibi Savalan Abbasov. Cina dəyişmək isə bir qədər səliqəsiz alınır ötürmə. Beybudov. Yavaş-yavaş oyunun tempi artmağa başlayıb görüşdə. Yerlə bir ötürmə Saşa. Başlarını gözləyirdi. Verdi Beybudov. Başda Bəhruz var. Zərbə cəhdi. Son müdaxilə elə bəs Bəhruzdan. Bir küncdən zərbə, korner. Mərdəkan komandası yerinə yetirəcək. Duran top şansını. Uzaq məsafədən zərbə. Bu Talib Cabbarov idi. Top qapıdan bir xeyli aralı meydanı tərk edir. Elvin Əşimov. Yeni gələnlər biz xoş gəlmişsiniz. Hədə üçün minnətdarım. Onu da qeyd edim ki, bu Xəzər Futbol Liqasında 8-ci sezonun 4də 1-ci abonludur. Amma Xəzər Futbol Liqasının 11-ci sezon start götürəcək. Son artıq 2 yer qalıb. Belə qeyd edək. Yeni Surxan stadionunda başlayacaq oyunlar 11-ci sezona qeydiyyatdan keçmək üçün də mənə şəxsən yaza bilərsiniz. Yönləndirəcəm. Turun rəhbəri şəxsən özü cavablandıracaq. Bunu da qeyd edim. Bu 4də 1-in ilk görüşüdür. 4də 1-in daha doğrusu cavab oyunu bugün olan ilk görüşüdür. Polislər komandası ilk oyunda 5-6 hesablı məğlub olmuşdu Mərdəkana.
İndi Bəkirov kapitanın zərbəsi keçmir. Orada Cavidan Eydullayev də zərbə endirdi, müdaxilə var idi. Bundan sonra isə günün növbəti qarşılaşmaları Şimal Qres Sportda Baku və Maçdağa Zaqul Basit aralarında oynanılacaq. Şəhriyar Zamanov. Elvin Eşimov. Elvin özü topladı. Elvin Orxan Əliyev yerindədir. Fərqi Beybudov. Sağ cinahdan bir əmli ola bilər. Bəkirov ki, kapitan üz-üzədir. Kapitanlar duelesində qalibləri Bəkirovdur. Savalan Abbasov. Rəqibini yola saldı. Savalan zərbə keçmir Şəhriyar. Və sən təkrar zərbə endirmək istəyirdi, alınmadı. Polestar komandası da o dəqiqələrdə hücumlarının kəsərlərini bir qədər artırıb. Əksəmlələr etməyə başlayıblar. Zərbə çəkdi Orxan. Təkrar əmlə. Alınmır. Həsən Quliyev. Polestar adına qola yaxınlaşan ad olur. Bəruz Əzizov riskə getmir. Meydandan çıxarır. Yeni gələnlər biz xoş gəlmişsiniz. Ekran bəyənənlər hər birimizi ayrıca minnətdarım. Aşağıda darınızı görürəm. Sağ olun, var olun. Həmçinin suallarınız olduqsa da yazın. Fasiyə nə zaman çalışırım ki, hər birini cavablandırım. Şəhriyar. Asiman Əsəsadə. Beybutov. Ara ötürməsi Asiman. Zərbə. Qapıdan yan keçdi. Bəkirov. 2 nəfərin əhatəsindən topu çıxara bilmir. Bu da Bəruz Əzizov ötürməni oxudaraq girdi. Həsən Quliyev. Həsənin yerlə zərbəsi. Həmçinin Savalan dəmliyə qatmaq olardı, amma görmədi komanda başını. Gözünün yayında. Aydın. Aydın 11-ci sezonda neçə komanda qalıb? 15. Yox, bir komanda qalıb. Son bir yer. 11-ci sezon üçün son bir yer. Onu da qeyd edim. Ətraflı məlumat əldə etmək üçün mənə şəxsən yazmağınız kifayətdir. Yönləndirəcəm. Bunun rəhbəri şəxsən özü cavablandıracaq. Görüşdə. Hələ ki hesab atılmayıb. 13-cü dəqiqə oynanılır. Beybutov yerdə qaldı. Ona qarşı qayda pozulub. Stadion 8-ci və 10-cu sezonda Şağan Mərdəkan. Yeni başlayacaq 11-ci sezonda isə 9-cu sezonda olduğu kimi Yeni Zuraxanı stadionda oynanılacaq. Fərdi Zeynulov hədiyyə üçün təşəkkür. Minnətdaram. Fəqan Kərimov canlı səddin yanında 2 nəfərdən ibarət canlı sədd quruldu. Talib Cabbarov da bunun arxasında 3 nəfərdən ibarət Elvin Əşimov belə bir seçim edir. Dalıb, buyur, ev tapşırığı da amma sanki Həsən Quliyevin də bu ev tapşırığına xəbəri var. İmkan vermədi. Həsən Quliyev var ötürməsi tələsi Eydullayev. Top rəqibdə meydanı tərk edib. Eydullayev. Zərbə alınmır. Bu 8-ci sezon 4-1-in cavab oyunudur. Bir daha xatırladıram, bu komandalar 4-1-in ilk oyununda üzə gəlmişdilər və Mərdəkan kollektivi 6-5 hesab ilə qələbə qazandı Polestar önündə. Bu görüşdə isə qolsuz bərabərlik var hələ ki. Hesabda fərq minimumdadır. Hesab dəyişməyib, indi ötürmə. Saşa Mehdiyev. Topu müdafiədən çox yaxşı çıxardılar. Talib Cabbarovun qapı qarşısına ötürməsində Saşa. Qamadan qol silahı topu torlara yolladı. Artıq görüşdə hesab açıldı. 14-cü dəqiqə təsadüf edir bu. 1-0. Mərdəkan 1, Polestar 0. Düşünürəm ki, oyun bundan sonra daha maraqlı olacaq. Polestar komandasında riskli əmrlər etməyə cəhd edəcək. Ümumi hesabda isə fərq artıq 2-yə yüksəlib. Yəni 7-5. Alton topa ilə daxil edilməlidir. Talib Cabbarov yanlış oynamışdı. Məhsuldar ötürmə Talibdan gəldi. Ötürməsində bir daha xatırladım. Saşa Mehdiyev topu torlara yollayan oyuncusu oldu. Bəkirov Həsən burada çevirmək istədi. Şəhriyar Zamanov qaydanı pozub. Təhlükəli bir nöqtədə. Standart vəziyyət. Cərimə zərbəsi bu səfər Polestar adına. Orxan Əliyev 3 nəfərdən ibarət canlı sədd qurulmasını istədi. Həsən Quliyev topun arxasında standart vəziyyətdən qolları var. Həmçinin ev tapşırığı da ola bilər. Elə bu bir ev tapşırığıdır. Yerlə zərbə keçmədə Həsən və gol! Həsən Quliyev rəqibin çox sevməsinə imkan vermir. Tam 1 dəqiqə sonra. 5-ci dəqiqədə maça bərabərlik gəldi. Kartlar yenidən paylanacaq. Meydanda Polestar 1, Mərdəkan 1.
Esenquliyev tapşırığını yerinə yetirdi. Orada Cavidan Eydullayev ötürmə vermişdi. Zərbədə müdafiəçilər dəfə sən önündə qaldı Esenquliyev. Zu başlatdığı əmləni özü də tamamladı. Saşa Elfin Həşimov təkrar zərbə və gol. Arda gəlir qollar. 2 dəqiqə içində 3 qol izlədik. 14-cü dəqiqəyə qədər görüşdə hesab 0-0 idi artıq. 2-1'dir. Mərdəkan 2, Polisar 1. Burada Elnur Mənsimov. Bir dəqiqəlik taymat götürdü. Gedişatdan narazı görünür. Burada komandasının oyuncularına iradını bildirir. Məşvərət edir, söhbət edir oyuncularından. Burada məncə Elvinlik bir epizod deyildi. Elvinlik zərbəni dəf etmişdi. Orada müdafiəçilər daha inamsız mübarizə apardılar. Köməyinə çatmadılar Elvinin və onun nəticəsində ki, Saşa təkrar zərbədə topu doğrulara yolladı. Komandasının özünün ikinci qoluna imzaladı Saşa Medyev. O da dubl edir. Onu da qeyd edeyim. Digər tərəfdə isə Esenquliyev fərqlərinə adı olub. Taymat bitdi. Elnur Mənsimovun məşvərədə komandaya necə təsir bağışlayacaq. Bəhruz Əzizov topu irəlidə 2 rəqiblə aldatmağa bacardı Esenquliyev. Ayaq saxladı Əsən. Şimdi bağlıdır. Eydullayev qaddəmləyib. Eydullayev. Ara ötürməsi Əsən. Savalana Basov zərbə Orxan. Təkrar zərbə keçmir. Esenquliyevin zərbəsini də Orxan dəf etməyə bacardı Orxan Əliyev. Səhvsiz oynuyor. Beybutov. Götürmən oxulara girdi kapitan. Beybutov. Elfin Həşimov. Toxundu. Dəf etmək istədi amma bu toxunuş yetərsiz qalır. Kifayət etmir ki, təhlükəni sovuşdursun. 3-1. 3-1. Polisar 1, Mərdəkan 3. 4-1-lik oyununda Mərdəkan 6-5 hesab ilə qələbə qazanmışdı. Bir daha xatırladım Polisar önündə. Hazırda Mərdəkanın yenidən üstünlüyü var. 3-1-lik hesab 9-6. Bu arada texniki zonda isim hərəkətlər edən oyuncu var. Mərdəkan kollektivində bəli eləməz. Əvəz etmə də baş tutdu. Uğur Məmmədov meydana daxil oldu. O Şəhriyar Zamanov əvəzlədi. Həmçinin daha bir dəyişiklik baş tutdu. Talib Cabbarov da meydanı tərk edib. Murad Əliyev yerinə meydana daxil olan oyuncudur. Bəkirov. Reysin gedirdi Orxan. Fərqdə də Canov ötən oyun qırmızı vərəqi gördüyü üçün bu görüşdə ala bilməz. Bu arada bir dəqiqəlik time-out. Time-out'u götürən tərəf bu səfər Mərdəkan kollektividir. Yeni gələnlər, biz xoş gəlmişsiniz. Bugün fasilə yaramışıq. Nə sualınız var yazın, mən də cavablayın. Ekran bəyənənlər, sizlərə ayrıca minnətdaram. Çox sağ olun, var olun. Fasilə ikən nə sualınız var? Yazın, mən də cavablandırım. Aleyküm əssalam. Hərçinov, təşəkkür. Fərqənan salamında siz. Aleyküm əssalam. Fərqən getdim. Aradır var. Şahan Mərdəkan. Bir daha xatırladım. Mərdəkan və Polisar 4-1-in cavab oyunda bu kollektivlər yenidən üzlədi. Taymat da bitdi. Oyun bərpa olunur. Oyun qaldığı yerdən davam edir. Və xatırladım Mərdəkan görüşdə 3-1 hesabı ilə öndədir. Polisar önündə burada. Beybutov ram etdi. Saşa imkan vermədilər. Saşa. Asiman Əsəsadə. Bəkirov nəmləsində daxil etmişdi. Uğur Məmmədov. Orxan Əliyev. Ara ötürməsi Beybutov. Eydullayev rəqibinə təzyiq edir. Məsələ presin özü bəhrəsini göstərmir. Eləməsi Eydullayevin özünə meydanı tərk etmişdi. Beybutov. Beybutov cinə boyunca yaxşı elədi. Son müdaxilə. Rəqibdən. Beybutov. Uğur Məmmədov. Toxunuşlu ötürmələr izlədi. Beybutov burada yerdə qaldı. Qayda pozulub. Standart vəziyyət cərimə zərbəsi olacaq.
Görüşdə isə artıq 20 dəqiqəni geridə qoymuşuq. Hesab isə 3-1-dir. İlk hissədə təxmin olaraq son 5 dəqiqə. En azı 5 dəqiqə daha oynanılacaq indi Beybutov. Buyur. Ötürmədir Bəruz. Əzizov ötürməni oxudu. Surət hesabladı. Yaxşı irələdi Bəruz. Dirəyə dəydi, alınmadı. Müdafiədən gör. Necə çıxardılar əksi həmlə Bəruz. Özü irələdi, özü qazanmışdı. Zərbə endirdi dirək. Qapıdan keçməsinə mane olur. Sənin zərbəsini izlə deyəsən Quliyev. O zərbəsi isə geri dəqiq alınır. Əsas sadə Beybutov. Yanda uğur var. Sonra Beybutov rəqibin ayaqları arasından atır topu. Beybutov tələsmir. Bekirov, Savalan Abbasov. Savalan taban ötürməsi, Həsən. Münvanatı atmadım. Bəli, Şağan, Mərdəkan. Eydullayev önünə boşaltı, yerlə zərbə. Orxan sayıq oynadı, yaxşı rəqsə verdi. Çıxarma bacardı, indi korner, gücdən zərbə. Həsən Quliyev zərbə alamadı, təkrar əmli. Burada Əliyev imkan vermir. Polissar hücumlarını kəsərlərini dəqiqi bir qədər artırıb, ən azından fərqi minimuma indirməsilər. Başla zərbə. Savalan zərbəsi Orxan mövqe olaraq düzgün seçim etmişdi. Əks əmlə Fərdi Beybutov ötürməsini verməyə bacardı. Saşa Elvin Əşimov düzgün oynadı. Murad Beybutov tələsmir. Ən geriyə Orxan Əliyev. Yerdən qırılacaq əmrə Murad Əliyev. Beybutov sürət hesabına irəlilədi. Yok. Beybutov rəqibini keçə bilmədi. Bekirov. Həsən qapı qarşısına. Bekirov və gol. Fərq minimumdadır artıq. Həsən Quliyevin əsılğa ötürməsində Nicat Bekirov topu torlara yolladı. 3-2 oldu. Hesab 9-7. Amma bu görüşdə hesab 3-2'dir. Bir daha xatırladım. Asiman. Bu da Eydullayev. Saşadan öncə toxunuş edir. Elvin Əşimov sona qədər mübarizə apardı. Tom meydanda saxlamağa bacardı. Murad Əliyev, Asiman, Əsas Sadə. Yəni uğur var həmçinin. Topu ötürmək istəyir. Mərkəzdə isə Fərdi Beybutov. Diaqonlu ötürməyə Murad. Qapı qarşısında Saşa. Zərbə alınmadı. Bu arada oyuncu dəyişikliyi baş tutur Polissarın heyətində. Ceyhun Abdullayev meydana daxil oldu. Kapitan Bekirov son golun müəllifi. Əvəzlənir Elnur Mənsimovun. Dəyişikliyə əvəz etməsi. Həsən. Bir ara ötürməsi yaxşı alandı. Abdullayev yerdə qaldı. Murad Əliyev əldə cibə yetdi görüşdə. İlk rəsmi xəbərdarlıq. Burada göstərildi Murad Əliyev. Artıq Abdullayev rəqiblərin ayaqları arasından atmışdı, keçmişdi rəqibini və qaydanı pozmaqla saxlamalı olur Murad Əliyev. Görüşdəki ilk rəsmi xəbərdarlıq. Bir daha qeyd edeyim. Cavab görüşdü, bəli. Xəzərfutbol Liqasının 4-1-in cavab oyunu. Standart və həyətdən canlı səd qurublar sanki. Standart vəziyyət desək, canlı səd desək də, həyətdən canlı səd qurublar. Demək olar tam heyətlə cərmə meydançası daxilindədir. Komanda Həsən Quliyev topun arxasında. Həsən Quliyev! Yerdə boşluğu. Gördü cinaqdakı boşluğu. Özü zərbə indirdi. Bugün görüşdə məhsuldar ötürməli yadda qalmışdı və də gol da yazdırdı. 3-3. Bu görüşdə hesab artıq bərabərdir. Hesab isə bir daha xatırladım. 9-8 fərq minimumda 4-1-lik oyununda Polissar
5. 6 hesabı ilə Mərdəkana məğlub olmuşdu. Göstəsə 3-3lük bərabərlik var. Artıq ilk hissədə son saniyələrdir. Son zərflərdir. Beybutov. Komandalar fasilə bərabər şəkildə mi yollanacaq? İndi bir həmlə Saşa! Beybutov hələ keçirdi. Zərbə Saşadan yaxın məsafədən bu şansı qaçırır. Referi saatına nəzər yetirir. İlk hissəni nə zaman bitirəcək? Son həmlələrdə, amma bu tam dəqiqlə qeyd etmək olar. Və Abdullayev məsələ medala daxil olduqdan sonra ona qarşı qayda pozuldu. Epizodunda rəqib Sarı Vədəqə komanda yoldaşı səfəqlənmişdi. Dorxan Əliyev riskli oynadı, amma İnamlı oynadı, mübarizədə uduzmadı. Uğur Məmmədov, Beybutov son daxili Bəhruz Əzizovdan. Murad qapı qarşısına Saşaya çatmadı orada. Eydullayev çox səliqəli. Burada oldu cəmlələr. Eydullayev zərbə. Almır. Bu epizodun sonu gol olmalıydı. Beybutov diaqonal ötürmə Uğur Məmmədov qapı qarşısına ötürmə gözləyən oyunçu var. Bəhruz Əzizov hələ ki namlı mübarizə aparır. Zərbə Simona Səsadədən. Bu iki hissədə son həmlə, son zərbə oldu. Preferli iki hissəni bitir. Komandalar fasilə 3-3lük bərabərliklə yollanırlar. Heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.